Hər aybaşı görən qadının bilməsi gərəkən mütləq vacib məqamlar hansıdır? Bəzi deyimlərə görə aybaşı gördüyün zaman sən çox sancılar çəkə bilərsən. Bu normaldır. Əsla belə deyil. Əgər sizin adətləriniz sancılı keçirsə, mütləq ki, bunun altında yatan bir ciddi səbəb vardır. Aybaşı görən qadınlar çox qan itirməlidirlər. Xeyr, əgər sizin adət dönəmlərinizdə çox qan itirirsinizsə və bu sizdə qan azlığına gətirirsə, mütləq qaydada burada miyom, polip, endometrioz, adenomyoz və digər hiperplaziya kimi problemlər ola bilər. Mütləq qaydada ginekoloq müayinəsinə getməyiniz vacibdir. Adət görən qadınlarda 3 gün, 1 həftə, 5 gün gecikmə və yaxud da erkən adət görürlərsə, bu çox ciddi problemdir. Əsla belə deyil. Hər qadın 21 gündən 35 günə qədər adət görəcək deyən bir qanun yoxdur. Elə qadınlar var 23 gündən bir, 26 gündən bir, 34 gündən bir də adət görə bilərlər. Əziz qadınlar, bu dediklərim çox önəmli, vacib məqamlardır. Diqqətə saxlamağınızı məsləhət görürəm.